ikinci dəfə start səslənir və bu dəfə hər şey qaydalar çərçivəsindədir. Görüş başladı. Zirə hücum axtarışında Volkov, Volkovun zərbəsi, amma top qapıdan aralı keçir. Oyundan kənar vəziyyətdə qeydə alınmamışdı. Ürfan Abbasov, Ürfan cinaha göndərir topu. Burada Patrik Andrade var. Andrade qapıya zərbə indirir və gol! Patrik Andrade! Yaxın küncə endirilən zərbə Aydın Bayramov. Bir daha baxırıq epizodun təkrarına. Aydın Bayramov mövqeyinə ilə baxırıq. Patrik Andrade fikir verin, hara zərbə indirdi. Aydın Bayramov üçün gözlənilməz bir zərbə alındı. Komandasını qoldan xilas edə bilmədi. Və beləcə Araz Naxçıvan hesabı açır. Daha çox hücum edən, oyunun əvvəlindən daha çox təzyiq edən Zirə idi, amma Araz Naxçıvan. Rövlan yoxsa Ceyhun? Rövlandan zərbə və bəxti gətirdi. Burada təbii ki, qapıçını da qeydi. Ardınca top dirəyə dəydi. Baxaq bir daha istiqamətini dəyişdi. Qapıçı və dirək ardınca isə Tərlan Əhmədli topu götürdü. Qapıçının müdaxiləsi. Tərlan Əhmədli yaxşı oynadı. Baxırıq bir daha. Simakala mübarizəsi. Mutsenzi sürüşdü, yıxıldı və qapıya zərbə və ikinci gol vurulur. Felipe Santos. Hesabı 2-0'a çatdırır Felipe Santos. Araz Naxçıvan ikinci dəfə fərqləndi. Var vurulan bu qolla bağlı. Baxırıq bax burada. Simakala və Ruan Renato'nun top uğrunda bir mübarizəsi var idi. Bir amansız mübarizə getdi burada. Təbii ki, indi VAR-da incələnəcək bu epizod. Texniki zonada da deyəsən. Kimə yaxınlaşdı? Sarı vərəqə göstərildi deyəsən, texniki zonada da oldu. Köynəndən top çəkildiyini bildirirdi və Ruan Renato və Simakala mübarizəsində Araz Naxçıvanın futbolçusu qaydanı pozmuşdu mu? Baxırıq. Bir tutdu çəkdi. Bunu bax bu epizodu izləyək. Simakala'nın Ruan Renato'nun bəli burada köynəyindən top çəkdiyini görürük. Ardınca Ruan Renato yıxıldı. Simakala topa yiyələndi. Bax budur. Bu epizod. Təbii bax bu epizoda baxdıqda Ruan Renato'nun rəqibin önündə olduğunu görür. Topa daha yaxında. Simakala onun köynəyindən top çəkir. Əkbər Əhmədov bu epizodla bağlı hansı qərarı verəcək? Top çəkmə var. Buraxdı. Və hakim bildirir ki, qol qeydə alınır. Top indi oyuna daxil etdi. Patrik Andrade ehtiyatsızlıq etdi. Səhvə yol verir. Volkov! Top qapıdan keçmədi. Son anda Rahil Məmmədov topu boş qapıdan çıxarır. Hər şey isə səhv ötürmədən sonra baş verdi. Rahil Məmmədov komanda yoldaşının səhvini sığortaladı. Barkohen, Simakala. İndi Zirə meydanın özünə səsdən çıxmağa çalışır. Top ikisi Barkohen, Simakala. Simakala baxır zərbə mövqeyini. Zərbə indirir qapıcı Aydın Bayramov. Ötürmə etdi. Bu da az əvvəlki epizodun təkrarı var. Burada Simakala baxırıq bir daha topu çəkdi. Sağ ayağına zərbə indirdi amma mərkəzdən hücum davam edəcək. Papunaşvili, qarşıda bir boşluq var. Papunaşvili bir xeyli getdi. Papunaşvili qapıya baxır. Özü zərbə indirdi, amma dəqiq deyil zərbəsi. Digər cinaha göndərilən top. Martins Junior yaxşı qəbul etdi. Cərmə meydançasındadır. Nuriyev və top qapıdan keçmir.
Nuriyev və Rahil Məmmədov. Və bu müdaxilədən sonra Tərlan Əhmədlinin Rahilə topa ilk zərbəsi. Yerli ötürmə. Mutsinzi və top qapıdan keçir Ruan Renato. Hesab arasındakı fərq azalır. Baxaq bir daha. Təbii ki, oyundan kənar vəziyyət yoxdur. Oyundan kənar vəziyyətə işarə edən isə Felipe Santos'dur, amma oyundan kənar vəziyyəti də pozan elə o özüdür. Ülvi İskəndərov topladı. Ondan ötürmə qapı qarşısında Mutsinzi. Ötürmənin qarşısını kəsir, amma top yenidən geri qayıdır və Machado. Uzaqlaşdırıla bilmir top və Ramon Machado. Baxırıq bir daha episodun təkrarına, bax burada. Uzaqlaşdıra bilmədilər zirə futbolçuları bu topu. Və Ramon Machado önünə düşən topa dəqiq zərbə endirir. Hesab 3-1 oldu. Fit verildi. Birbaşa qapıya zərbə təhlükəlidir, amma dəqiq deyil. Nuriyevin zərbəsi dəqiq alınmadı. Amma burada qeyri-dəqiq ötürmə var. Eren qapıya zərbə və top qapıdan keçir Martins Junior. Hesab arasındakı fərq azalır, hər şey isə dəyişməsilə nəticələnir. Baxırıq bir daha. Bəli, Martins Junior zərbəni endirən odur. Eren özü də zərbə endirmək istəyirdi. Belə demək mümkünsə Martins Junior onu qabaqladı. Machado. Machado qarşı topun arxasında çatdı, zərbə endirir, amma top qapıdan aralı keçir. Fit verildi. Qismətlə ötürmə gəlir qapı qarşısına. Zərbə olacaq, İsmail İbrahimlə ötürmə etdi, alınmadı, qapı boşdu. İbrahim Piriyev özü irəliyir, qapı boşdu, qapıya zərbə endirir, amma topu qapı çərçivəsinə yönəldə bilmədi. Oyunun sonluğunun bu cür keçməsi, belə bir maraqlı mübarizə təbii ki xoşdur və penalti. Martins Junior'a qarşı kobudluq və penalti. Araz Naxçıvanın qapısına penalti təyin olunur. Hakim epizoda yaxın idi, qarşı kəsən kimsə yox idi, hər şey görürdü və dərhal penalti nöqtəsini göstərir. Baxırıq bir daha. Bax, bu epizodda Ülvi İskəndərov topa yox, rəqibin ayağına oynadı. Fit verildi. Martins Junior qapıya zərbə endirir və Tərlan Əhmədli! Tərlan Əhmədli komandasını qoldan xilas edir. Baxırıq zərbədən əvvəl. Top meydandan çıxır. Hakimsə gözlüyün deyir, yenə gözlüyün deyir. Və final səsləndirir. Bax belə, mövsümün son maçında dramatik bir sonluq. Tərlan Əhmədli penaltini uzatma dəqiqələrində dəf etməklə mövsümün son maçında Araz Naxçıvanın 3 hesablı qələbəsi bax beləcə öz töhfəsini verdi.